Hər kəsə salam. Mən Hilal kurslarının ingilis dili müəllimi Yaxşı xanım Bağırova sizə Hilal kurslarının 5 aprel tarixində təşkil etdiyi 5-ci siniflər üzrə 6-cı mövzu sınaq imtahanındakı ingilis dili suallarının izahını verəcəyəm. Uşaqlar, gəlin 26-cı sualdan başlayaq. 26-cı sualda verilən cümləyə uyğun gələn düzgün sözü istəyir. Sizin vocabulary bazanızı, yəni ki, lüğət bazanızı yoxlamaq üçün tərtib olunmuş bir test nümunəsidir. Gəlin cümləmizi oxuyaq. Don't eat junk food. Lazımsız qida yemə. Yəni unhealthy, belə deyək də, sağlıqsız. You can be sick and sən deyir xəstə ola bilərsən və nə ola bilərsiniz uşaqlar? Yəni bunu biraz yaxınlaşdıraq. Deməli, overweight bizim deməli olacaq doğru cavabımız. Yəni sən ola bilərsən xəstə və həddən artıq çəkili. Junk food biraz da bir növ, tam olmasa da fast food kimi bir şeydir. Uşaqlar, strong uyğun gəlmir, soft uyğun gəlmir, silly nə əlaqə, light nə əlaqə. Ona görə 26-da cavabımız olacaq A variantı. Deməli, qıraqdan gəlin belə A yazaq, hərtmala qarşı. Gəldik B variantına. Uşaqlar, bizdən quantifier istəyir. My friend never does housework at home. Uşaqlar, cümləmdə neva varsa, no-nu rahatlıqla çıxacam. Housework sayılmayan olduğu üçün a few və many çıxacam. Cavabım rahatlıqla qalacaq C variantı. Gəlin bu C-ni elə yerdən yazaq ki, sizə rahat olsun, görsənsin. 28-də uşaqlar, yəni baxan kimi görürsünüz ki, altından xətt çəkilən ismə uyğun gələn əvəzliyi seçirik. Burada daha çox bilirsiniz ki, bilmirsinizsə də indi məlumatınız olsun. Şəxs əvəzliyinin adlıq obyekt, yiyəlik əvəzliyinin də müstəqil və isimlə işlənən versiyaları verilir. Yəni bunu tapmalısınız. Yaxşı olar ki, uşaqlar cümləni oxuyub tərcümə eləyəsiniz. Bu ən optimal və rahat yoldur. Təbii ki, bəzən bəzi şeyləri çıxaraq da tapa bilirik. Bu da bir optiondur da, belə deyək. The Imanov's daughter prepares national meals for the guests. Baxın uşaqlar, xətt dotaya qədər çəkilməyib. İmanovların qızı. Baxın, İmanovların altına xətt çəkilib. Azərbaycancaya çevirsək nə olacaq? Kimin? Onların. Onların uşaqlar nə olacaq? Deməli, A gedəcək, D gedəcək, şinə əlaqə, yəni Z gedəcək. B və C arasında qaldı, second optiona baxaq da, yəni ikinci hissəyə baxaq daha doğrusu. Uşaqlar, for gəlibsə, sözünü gəlibsə, biz rahatlıqla obyekt alıb götürürük. Ona görə cavab olacaq 28-də. Deməli, C variantı. 29-da altına xətt çəkilən sözü antonim seçməliyəm. There are wet towels on the hangers in the bathroom. Vanna otağında yaş dəsmallar asılıb. Daha doğrusu asılqanda yaş dəsmallar var. Yaş sözünün altına xətt çəkilib. Təbii ki, uşaqlar, burada yaşın mənasını bilməsəz, yəni onun antonimini də tapmaq biraz çətin olar təbii ki, siz üçün. Gəlin birinci, təbii ki, bunu konkret də bilə bilərsiniz, amma Azərbaycancaya da çevirə bilərsiniz, Azərbaycan dilinə. Wet yaş, onun Azərbaycancası quru olmalıdır. Quru da nədir? İngilis dilində dry. Hətta dry ikili nitq hissəsidir. Həm qurulamaq, həm də quru mənasındadır. Burada təbii ki, bizdən sifət versiyasını tapmaq istənilir. Gəldik what time is it? Yəni saat mövzusuna. 23:47 nədir uşaqlar? Azərbaycanca saatı bilməyiniz daha yaxşı olar sizin üçün? Yox. Deyək ki, saatı bilmirsiniz, ola bilər, hər şey ola bilər, yəni. Özümüzü itirmirik, 1 saatımız 60 dəqiqə var, 60-dan 47-ni çıxırıq 13. Variantlarda, yəni baxın, itizdən sonra 13 rəqəmini axtarmalısınız. A-da 47 çıxdım, C-də 47 çıxdım, D-də deməli, hələ ki saxlayıram, Y-də 30 çıxdım. Uşaqlar, B ilə D arasında qalanda artıq siz bilməlisiniz ki, İngilis dilində 20 deyə bir şey vermək doğru deyil. Ona görə olacaq cavab B variantı. Həm də onlar 12 saatlıq sistemlə gedirlər. Yəni düzdür, biz burada 23:47 vermişik. Yəni İngiliscəyə çevirəndə 12-yə qalıb. 13 dəqiqə. Deməli, buradan da gələk 31-ə. 31-də əvəzlik tapıram, işarə əvəzliyi tapmalıyam. Uşaqlar, nöqtələrdən sonra gələn meals sözü cəmdir. Deməli, məndən zət və zisiz çıxmağım tələb olunur hal-hazırda. İkinci tərəfdə young chef, cavan aşbaz və over there sözləri olduğu üçün mən ikinci tərəfə konkret zət qoymalıyam. Mənim başqa optionum yoxdur.
Cavab avtomatik qalır nə? A variantı. 32-də cardinal seçməliyik, miqdar sayları. Miqdar sayları deyirsə uşaqlar, birinci baxmanız gerəkən şey rahatlıqla sıra sayını çıxın. İkinci də yanlış yazılan miqdarı çıxın. Avtomatik variantınız onsuz da qalacaq. A-da second, B-də third, C-də nis, D-də 40 yanlış yazılıb, U-su olmamalıdır. Cavab qalır Y variantı. 33-də nə deyir? Belə eləyək, 30-34 rahat görsənsin. Present simple. A variantında this plant-dən sonra grow-un s-sı var, daha doğrusu var deyəndə ki, verməyiblər, olmalıydı. B-də does-la grows olmur, uşaqlar. C-də does grows. Baxın, bir struktur, yəni bir cümlədə əgər inkar ya da sual deyilsə, orada does grows, yəni sizin burada əsas feiliniz nədir? Böyümək, yetişmək, grow. Orada does-a yer yoxdur. Ya doesn't olmalı, ya da does keçməlidir qabağa. Y-də plant-lə do olmaz. Qalır cavab D. This plant doesn't grow in the forest. Bu deyir bitki meşələrdə böyümür. Belə eləyək. Hə. 34-də present continuous, gəldik present continuous-a. Çox rahat. A-da are play olmaz. INC yoxdur. B-də are play olmaz. INC yoxdur. Don't davam edici zamanda nə işi var? Play'in davam edici zamanda nə işi var? Uşaqlar cavab oldu. Yəni həqiqətən də çox qəşəng və çox necə deyim, rahat tapılan suallardır. Yəni dərsi normal vaxtında oxusanız və diqqətli olsanız, məncə çox rahat bu sualları, yəni hal-hazırda sırf 35-ə qədər hər şey çox elə düşünürəm ki, rahat yazacağınız suallardır. Uşaqlar, artıq mistake-ləri tapmaq, yəni səhvləri tapmaq biz artıq öyrəşmişik. Bir neçə sınaqdır ki, bunlarla işləyirik. Başlıqlarda rəqəmlər verilib, hansı yanlışdırsa qrammatik cəhətdən onu seçirik. Gəlin birinci cümləni oxuyaq. Çünki ilk baxışdan belə tapa bilməliyik axı. Yəni ən azından o saat tapılmır. Are Rəna's family members join the same club? Deyir ki, Rənanın ailə üzvləri eyni kluba qoşulur. No, they join different clubs. O da deyir ki, yox, müxtəlif. Uşaqlar, burada join nədir? Qoşulmaq. INC görürsünüz? Xeyr, mən də görmürəm. Deməli, sualı ar ola bilməz. Deməli, bir nədir? Yanlışdır. Do olmalıydı. Deməli, gələk 36-ya uşaqlar. Modal feilini nəməliyik? Tərcümə, hə. Bizim idman məşqçimiz bu turistin doğma dilində danışmağı bacarır. Baxın, bacarır, yaxşımı? Yəni, bacarır nədir? Kəndir. Y-dəki speaks-i rahatlıqla çıxırıq. C-də uşaqlar kəndən sonra to verib çıxırıq. Yəni hal-hazırda gördüyümüz şeyləri tez çıxa bilirik də, yəni. A-da kəndən sonra feilə s verilib çıxırıq. Qaldım B ilə D arasında. Gəlin indi baxaq görək nədir? Deyir ki, bizim idman məşqçimiz our sport coach. Hə, D-də uşaqlar yazım our participant. Nə əlaqə? İştirakçı deməkdir axı o. Cavab qalır B variantı. Ya da bu da sizi çətinliyə salacaq bir tərcümə deyil. Bizim deyir, bizim nə idi? Həmişə kitabları kitabxanaya vaxtında qaytar. İmperativdir. Uşaqlar, always-in yerini əslində bilsəniz, bu sualı çox rahat tapa bilərsiniz. A variantında always-in yeri yanlışdır. Y-də always axırda gəlməz. D-də nevədir. Ümid edirəm siz kitabları vaxtında qaytarırsınız uşaqlar. Nevənin burada dəxlisi yoxdur. B-də əmr cümləsində feilə heç nə artırmırıq. Heç C-yə oxşamadı. Nəysə, mən bura bir C yazım. Siz özünüz oradan şey eləyərsiniz. Always return the books to the library in time. Məncə də həmişə kitabları kitabxanaya vaxtında qaytarmaq lazımdır. So, guys, 38-ə baxaq. Have got qaydası. Baxaq. Deyir ki, sənin dostlarının idman koçu. Uşaqlar, mənim sözüm nədir? Neçə dənə sözlə gəlsə, təkdir də, yəni coach. Coachla uşaqlar have olmaz. Gəlin bunu çıxaq. C olmaz. Does-la has qaydası səhvdir. Qalırsınız A ilə Y arasında. Tez vaxt itirmədən cavaba baxın. A-da has-lə sual verib, cavabda has-lə cavab verib. Y-də does-la sual verib, cavabda has-lə. Ona görə cavab olacaq, əfəndimə söyləyim, A variantı. Yenə də oxuyaq uşaqlar. Deməli, has your friend's sports coach got a ticket to the competition for me too? Yes, he has. You can come with me. Bəli.
Cavab A olacaq. 39-a baxıram. Zeris zera qaydası. Pillows, yastıqlar və yorğanlar. Yaxşı. Qəşəng. Sual cümləsidir. Arziyə ilə başlayırsınız uşaqlar. A getdi, Y getdi, zera getdi. Are there any? Are there only a few? Cavabda yes, they are verdiyi üçün zeranın cavabı ilə zera olmalıdır. Cavab qalacaq. Daha sonra uşaqlar gəlirik to be qaydasına 40-cı sualda. Uşaqlar 3 həftəlik səyahət. Baxın burada nəyə baxmalısınız? Səyahət sözünə. Ona görə arı və arı çıxırıq. Yəni təbii ki, ilk başda ola bilər 3 weeks sizin fikrinizi cəmləsin ya da çəksin. Amma burada deyək ki, 3 həftəlik səyahət. Böyük Britaniya olan 3 həftəlik səyahət. Uşaqlar, yes-dən də isn't verməyəcəyimə görə cavab oldu A. 41-də yanlış tərcümə istəyir bizdən. To preserve ancient buildings. Qədim binaları qorumaq. Yanlış deyil, doğrudur. To hang out with friends. Dostlarla vaxt keçirmək doğrudur. To carry the bowls to the kitchen. Deməli, kasaları mətbəxə daşımaq düzdür. To take a photo of the cave. Mağaranın şəklini, mağaranın şəkli ofla verilib, düzgün verilib struktur olaraq şəkil çəkməkdə düzdür. To compare school object, məktəb əşyalarını dəyişdirmək. Compare uşaqları müqayisə eləmək deməkdir. Dəyişmək change'dir. Gəldik 43-ə. Tag question istəyir bizdən. Ayrıcı sual. Riyad never, ümid edirəm burada never'ə fikir vermişsiniz. Never'dirsə avtomatik inkarlar gedəcək. Riyad never participates in any of the soccer matches at school. Deyək ki, məktəbdəki heç bir şeyə, nədir bunun adı? Futbol oyunlarında iştirak etmir. Uşaqlar, futbol oyununda iştirak etmir. Yəni bu present simple'dırsa, siz burada izi həzi boşuna saxlamayın. Rahatlıqla çıxın, yəni onu demək istəyirəm. Does he? Elədimi yəni? Does he? Uşaqlar, gəldim 43. Düzdürmü? 43-də translation istəyir. Baxaq. Motivated olsa, həvəssiz müəllif. Yox, bu yanlışdır. An unusual subway. Qeyri-adi metrodur bu. Adi metro deyil. A crazy firefighter. Çılğın yanğın söndürən. Bu düzdür. Gəl deyə baxaq. A useful exhibition. Faydasız sərgi. No, əksinə. Yəni faydalı sərgi. An impolite waiter, məsuliyyətli yox, impolite nədir? Nəzakətsiz ofisiantda. Oğlan, bu arada waiter oğlan ofisiantdır, waitress qız. Nə oldu uşaqlar? C oldu da, düzdürmü cavabımız? 44-də baxaq. 44 uşaqlar mixdir. Yəni simple ilə present-ı tapmalısınız. Always-dirsə və mən verəcəm simple qaydası rahatlıqla. Deməli, but this year, this üstə ilə zaman bildirən söz davam edici. Tamam. Böyük ehtimal A olacaq. Uşaqlar, B-də is getdi, D-da is getdi. C-nin ikinci tərəfi davam edici deyil. Is pair doğru struktur deyil. Cavab olacaq, if I'm not mistaken, A. Gəlin yenə də baxaq. Nazlı always represents our school in the competitions, düzdür. But this year she's preparing. Həmişə deyir, yarışmalarda bizim məktəbimizi təmsil edir, deyir. Amma bu il imtahana hazırlaşır. Yəqin sizin kimi. 45-ə baxaq uşaqlar. Cəm ismi istəyir. A-dan məsi çıxıram, o təkdir. B-də presentation'ı çıxıram. Competition'ı C-də çıxdım. Y-də də stewardessa sözünü çıxıram. O bilirsiniz ki, axırı ümumiyyətlə double S-lə bitənlər tək isimlərdir. 46 nədir? Altından xətt çəkilən sözə, daha doğrusu WH-dir də uşaqlar bu. Yenə special questions, xüsusi sual cümlələri. Gəldik ən son keçdiyimiz mövzulara. Uşaqlar, altından xətt çəkilən cümlə üzvü feildən sonra gəlib, tərcümə etdiyimiz zaman da başa düşürük ki, deyir ki, Amirə, yoxsa Amira, nəysə, həmişə öz evcil heyvanlarının qayğısına qalır. Burada hamısını votla verib, yəni işiniz rahatdır. Biz nə demişik? Tamamlığın sualı canlıdırsa, deməli, whom, cansızdırsa vot. Okey, bu cəbdir. Ondan sonra nə gəlməlidir? Köməkçi feil, mütləq, uşaqlar. Ona görə siz avtomatik A-nı və D-ni neyləməsiniz? Çıxmalısınız. B-də də çox rahat bir şey verilib. Doesn't takes olmur. Qaldıq C ilə uşaqlar Y arasında.
Biz demişik ki, sözünlü, yəni tamamlıq sözünlü bir feillə ifadə olunubsa, burada take care of nədir? Qayğısına qalmaq. Siz of-u da mütləq verməlisiniz uşaqlar. Ona görə cavab what does Amira always take care of olacaq. Y. Y də biraz uzun oldu, nəysə. Alternative question, alternativ sual, yəni ki, seçmə. Gəlin qısa bir xülasə keçim sizə. Seçmə nədir? General kimi başlamalıdır. Yəni köməkçi feillə mütləq. Köməkçi feildə nədir uşaqlar? Do, do, doesdır, have got, has got-dakı hasdir, nə bilim əmzardır, can-dir, may-dir, there is, zeradakı is-dir, are-dır, nəysə. Və amma mütləq cümlədə or olmalıdır. Və yes ya da no ilə cavab verə bilmərik. Uşaqlar, mən Y-ni çıxıram çünki bu specialdır. C-ni çıxıram çünki A ilə başlayıb. A-da or yoxdur, rahatlıqla çıxıram. B-də tamam, B biraz sizi çaşdıra bilər. Sadəcə uşaqlar, indi biraz da necə deyim, bəzi şeylər də biraz çətin olmalıdır da. Baxın, B-də feil yoxdur. Feil yoxdursa orada does da olmamalıdır. Orada olmalıydı ki, is your sweatshirt dirty or clean? Çirkli və ya təmizdir. Baxın, dırdır, durdur lazımdır bizim üçün burada. Cavab olacaqdır. Bunu hara yazaq uşaqlar, görsənsin. 47-yə belə yazaq da. Are you making handmade gifts with gold or silver? Yəni bu deyir hədiyyələri sən qızılla yoxsa gümüşlə hazırlayırsan. 48 yes no-dur. Yəni generaldır uşaqlar. Oru çıxın, köməkçi feillə başlayın, WH-ləri çıxın, adi cümlə ilə, yəni birbaşa isimlə və yaxud da feillə başlayanları çıxın. Baxıram uşaqlar, maşallah hamısında da köməkçi feilimiz var. Gəlin suallara baxaq. Can you describe the picture to me? It's okay, I think. Gəlin B-yə baxaq. Do practice, yox, do you practice olmalıdır uşaqlar. Köməkçidən sonra mütləq mübtəda gəlməlidir. Does this person represents? S-i silməliyəm. Do they hard working students? No. Are they olmalıdır uşaqlar. Feil yoxdur. Onun nə işi var? Have got you, yox, have you got? Qəşəng, gül kimi, A variantımız. Gəldik uşaqlar 40 neçəyə? 49-a. Biraz şey oldu. Incorrect expressions with article. Article-la olan incorrect yanlış ifadələr. Bilirsiniz ki, article mövzusunda indefinite article-larda axırında sabit ifadələr var. O sabit ifadələri əzbərləmişsinizsə bunu çox rahat tapacaqsınız. Uşaqlar, to have a bad cough. Pis öskürəyi olmaq düzdür. To have a right, hüquq olmaq düzdür. To have a temperature, temperatur olmaq düzdür. To have a good time, yaxşı vaxt keçirmək. Amma uşaqlar, breakfast-da, lunch-da, dinner-də, supper-də bunların qabağında article qoymuram. Yeni hara yazaq burada ki, siz rahat görəsiniz. Biraz girək riyaziyyatın hissəsinə, heç nə olmaz. Gəldik 50-yə. Yəni hissəndə biraz uzun görsənir. Əslində not too long, amma gəlin baxaq. Uşaqlar, zerizdən sonra gəlib mountain. Uşaqlar, zerizdən və yaxud da have got ifadələrindən sonra sayıla bilən təkcə mütləq nə ilə verilməlidir? E artiklı ilə. Mountain də dağdır, sayılır. Ona görə uşaqlar, Z-mi və E-mi neyinirəm? Daha doğrusu Z artiklı B-ni çıxıram və E variantındakı boşluq olan hissəni çıxıram. Baxın, 1, 2, 3, 4, 5 dənə boşluq var və 5 dənə də hissələr var da, belə deyim. Ona görə siz birinci hissəyə E qoymalısınız. Ona görə avtomatik B ilə Y çıxır. Uşaqlar, ikinci tərəfdə, baxın, our village. Burada boşluq olmalıdır. Yelik əvəzliyindən sonra və yaxud da yelik haldan sonra artiklı qoymuruq. Deməli, ikinci nöqtəmizi heç nə qoymayacağım. İndi hal-hazırda uşaqlar, baxın, A-da da, C-də də, D-da da, okeydir da, 3-ə baxaq. It is nöqtə high mountain. Baxın, hələ də təsvir edir. Deyir ki, hündür bir dağdır. Üçüncü nöqtəyə mütləq E artiklı qoymalıyam. A variantı getdi. Davam edirəm. There are bears. Uşaqlar, baxın, dördüncü nöqtəmiz, bax, bu hissədir. Baxın, bu hissə. Bura E artiklı verilə bilməz. Ona görə cavabım oldu C. Burada bir C yazaq. Gəlin, yenə də oxuyum. There is a mountain near our village. E və heç nə. It is a high mountain. E artiklı. There are bears, wild goats, swine and rabbits. Heç nə qoymuram ora. In the mountain. Dağlarda. Bu qədər uşaqlar. Ümid edirəm ki, yaxşı yazmısınız. Hamınıza uğurlar. İnşallah növbəti sınaqda görüşənədək. Sağ olun.